Claude Achille Debussy. Claude Achille Debussy 1862-ci ilin 22 avqust tarixində Paris yaxınlığında Saint-Germain'də anadan olmuşdu. Claude'un qeyri-adi istedadını görən ailəyə yaxın olan pianoçu qadının təkidləri sayəsində valideynləri uşağı 1873-cü ildə Paris konservatoriyasına gətirirlər. 1877-ci ildə Schumannın sonatasının ifası üçün mükafata layiq görülür. Debussy 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində aid olan ilk vokal əsərlərindən biri olan Gözəl Axşam və Mandolinanı yazır. Növbəti il Sərsəri Oğul kantatasını yazmışdı. Bəstəkar İtaliyada olduğu dövrdə Züleyma Odası, Yaz simfonik suitası və Sevgili Qız kantatasını yazmışdı. 90-cı illərdə Debussy'nin təkcə vokal əsərləri deyil, həm də fortepiano, kamera instrumental və xüsusilə simfonik musiqi sahəsində yaradıcılığının çiçəklənməsinin birinci mərhələsi baş verirdi. Favnın günorta sonrası istirahəti prelüdü 1892-ci ildə Stefan Mallarmanın poeması əsasında yazılmışdı. 90-cı illərdə yeganə operası olan Pelléas və Mélisande operasını yazmışdı. Opera 1902-ci il 30 aprel tarixində Komik Opera Teatrında tamaşaya qoyulmuşdu. 1901-ci ildə Debussy'nin həyatında əlamətdar hadisə baş verir. O, professional musiqi tənqidçisi olur. Onun ən əhəmiyyətli məqalələri 1914-cü ildə Cənab Kroş Antidilettant adlı kitabda nəşr edilir. 90-cı illərdə bəstəkarın yaradıcılığının ən yüksək mərhələsi idi. 1902-ci ildə Grenadada Axşam, 1902-ci ildə Bağlar yağış altında, 1904-cü ildə Sevinç Odası fortepiano əsərlərini yazmışdı. 90-cı illərin simfonik əsərləri içərisində Dəniz və məşhur İberiyanın daxil olduğu obrazlar nümunə ola bilər. Dəniz suitası 3 hissədən ibarət idi. Dənizdə sübhdən günortayadək dalğaların oyunu və küləklərin dənizlə söhbəti. 90-cı illərdə Debussy İspaniya ilə əlaqəli mövzulara da müraciət etmişdi. Grenadada Axşam, Algambranın qapıları və dayandırılan Serenada prelüdləri. Müharibənin başlanması ilə əlaqədar vətənpərvərlik mövzusunu yazdığı əsərlərə Qəhrəmani Layla, Sığınacağı olmayan uşaqların Milad bayramı mahnıları, 2 fortepiano üçün yazdığı Ağ və Qara suitası daxil idi. Debussy müxtəlif alətləri üçün 6 sonatadan ibarət silsilə yazmaq qərarına gəlmişdi. Lakin 3-ünü yaza bilmişdi. Violonçel və fortepiano üçün sonata, fleyta, arfa və alt üçün sonata və skripka və fortepiano üçün sonat. Həyatının son 10 illiyi ərzində Debussy'nin nailiyyəti fortepiano sahəsində olmuşdu. Uşaq gecəsi, Oyuncaq qutusu, 24 prelüd, 4 əl üçün 6 antik epiqraf, 12 etüd və s. olmuşdu. Debussy 1918-ci ildə vəfat etmişdi. Debussy'nin simfonik yaradıcılığı. Debussy yaradıcılığının erkən dövrünə məxsus olan 1882-ci ildə yazdığı Bahar simfonik suitası ən yaxşı simfonik əsərlərdəndir. Favnın günorta istirahəti, Nokturünlər, Dəniz, obrazlar Debussy'nin ən sevilən simfonik əsərlərindəndir. Debussy'nin simfonik metodu Beethoven'inkinə əksdir. Proqramlılıq baxımından isə Liszt və Berlioz'a yaxınlıq təşkil edir. Simfonik musiqilərində daha çox 3 hissəli formadan istifadə edir. Nokturünlər 3 hissədən ibarətdir. Birinci hissə buludlar, buludlu səmanı təsvir edir. İkinci hissə şənliklər, janr məişət lövhəsidir. Üçüncü hissə serenadalar, dəniz obrazıdır, dəniz təsvir olunur. Dəniz 3 eskizdən ibarətdir. Birinci eskiz, dan yeri söküləndə günortayadək dənizdə. İkinci eskiz, dağların oyunu. Üçüncü eskiz, küləyin dənizlə söhbəti. Obrazlar əsəri isə jiqalar, iberiyalar, bahar rəqslərindən ibarət. İberiya, Debussy'nin İspaniyanın təbiəti və məişəti ilə bağlı olan ən yaxşı əsərləri ilə bir sırada dayanır. İberiya 3 hissədən ibarətdir. İspaniyanın küçə və yollarında, ikinci hissə gecə rayihəsi
Üçüncü isə bayram gününün səhəri. Debussinin fortepiano yaradıcılığı. Fortepiano musiqisi Debussinin yaradıcılığında daim yer almışdı. Debussinin yaradıcılıq yolu fortepiano əsərlərində əks olunmuş. Fortepiano əsərlərinin çoxu silsiləli formada idi. Uşaq görüşəsi, enstamplar və sair nümunə ola bilər. Debussinin ən məşhur fortepiano əsərlərindən biri 24 prelüd silsiləsidir. Birinci dəftər 1910-cu ildə hazırlanıb, ikinci dəftər isə 1913-cü ildə hazırlanıb. Prelüdlər bəstəkarın yaradıcılıq ensiklopediyası hesab edilir. Hər bir prelüd bir musiqi lövhəsidir. Debussinin prelüdlərinin adı var idi, lakin prelüdlərə verilən adlar başlıqda deyil, sonda verilirdi. Proqramlı adları əksəriyyəti təbiət lövhələrini canlandırırdı. Yelkənlər, ana Kapri təpələri, qar üzərində addımlar, ölü yarpaqlar, yarımçıq qalmış serenada, saçları kətan rəngli qız, gözəl musiqi nümunələri. Bəzi portretlərin adı isə yumoristik idi. Su altında qalmış kilsə isə qədim rəvayətlə əlaqələndirilir. Pelléas və Mélisande. Debussinin yeganə operası Belçikalı simvolist yazıcı Maurice Maeterlinck'in dram əsasında yazılmış lirik dramdır. Maeterlinck'in dramının 19 səhnəsindən 4-ünü çıxarmışdı. Bu operada vokal, deklamasiya ilə ifadəli orkestr partiyasının üzvü vəhdətinə əsaslanır. Debussy öz opera konsepsiyasını həm lirik fransız operasının ənənələrinə, həm də Wagnerin simfonikləşdirmə prinsipinə qarşı qoyurdu. Buna baxmayaraq, Wagnerdən çox nümunə götürmüşdü. Onun fikrincə Wagnerin simfonizmi operaya artıq yük verirdi. Debussy əsas diqqəti dramın psixoloji mahiyyətinə, insanın mürəkkəb mənəvi aləminin əks etdirilməsinə yönəldirdi. Debussy'nin fikrincə hiss və həyəcanları deklamasiya üsulu ilə ifadə etmək daha məqsədə uyğun idi. Debussy'nin novatorluğu ilk öncə dramın əsas mətninin saxlanılmasında idi. Debussy'nin istifadə etdiyi libretto dramın bütün xüsusiyyətlərini saxlayırdı. Opera dialoq və etiraf monoloqları ilə növbələşirdi. Debussy Wagner kimi nömrəli quruluşdan istifadə etməmişdi. Bu da fasiləli səhnələr prinsipi ilə davam etməsinə yol açmışdı. Operadakı 15 səhnədən 5-də hadisələr qəsrdə cərəyan edir. Digər səhnələr təbiətdə baş verir. Bu xüsusiyyət də Debussy'nin impressionizm cərəyanının bir nümayəndəsi olduğunu əks etdirir. Təbiət səhnələrinə birinci pərdənin 3-cü şəkli, dalğaların səsi, ikinci pərdənin 3-cü şəklində uzaqlaşan gəminin təsviri nümunədə bir xordan istifadə edilmişdi. O da matrosların xoru idi. Birinci pərdə, birinci şəkil. Qolo meşədə azmış halda qorxmuş, ağlayan Melisandanı tapır. Qız kim olduğunu xatırlamır. Haradan gəldiyini bilmir. Barmağında böyük bir üzük var, lakin bunu izah edə bilmir. Qolo onu özü ilə saraya aparır. İkinci şəkil. Saray, kral Arkel və ailə üzvləri Melisandanın gəlişindən xəbərdar olurlar. Pelléas atası Marvinin ağır xəstə olduğunu öyrənir. Üçüncü şəkil. Dəniz kənarı. Qolo və Melisande artıq evlidir. Də burada həmişə narahatdır. Hər şey ona yad görünür. Pelléas onunla danışmağa çalışır. Ona təsəlli verir. Onların arasında ilk incə yaxınlıq yaranır. İkinci pərdə. Birinci şəkil. Fəvvarənin yanında Pelléas Melisandanı qədim korlar fəvvarəsinə aparır. Melisande burada oynayarkən evlilik üzüyünü təsadüfən suya salıb itirir. Həmin anda Qolo ov zamanı yaralanmış idi. Melisande evə qayıtmalı olur. Üzüyün itməsi münasibətlərə gərginlik gətirir. Qolo Melisandadan üzüyün harada olduğunu soruşur. O qorxaraq yalan danışır. Qolo onu sərt şəkildə sorğuya çəkir. Qısqanclığı artır. Üçüncü şəkil. Dəniz sahili. Pelléas Melisandaya üzüyü təkrar tapmaq üçün sahilə gəlməsini xahiş edir. Burada onların hissləri daha da aydın hiss olunur. Melisande göz yaşı içindədir. Pelléas onu sakitləşdirməyə çalışır. Üçüncü pərdə, birinci şəkil. Güllə. Melisande güllənin pəncərəsindən saçlarını açır.
Perlias aşağıdan onunla danışır. Saçlar onun üzərinə düşür. O isə həmin saçları öpür. Bu səhnə operanın ən poetik anlarından biridir. Qolu qəfil peyda olur və onları görür. Qısqanclıq zirvəyə çatır. Yeraltı zindanlar. Qolu və Pellias sarayın altında qədim qorxulu zindanlara enirlər. Qolu burada təhlükə hiss etdirir. Pellias vəziyyətin ağırlaşdığını anlayır. Saray həyəti. 3-cü şəkil. Arke Meliziandanı günahsız görür. Qolu isə narahat və hirsli davranır. 4-cü pərdə. Yola çıxış. Pellias atasının səyahətinə görə şəhərdən gedəcəyini öyrənir. O getməzdən əvvəl Melizianda ilə son dəfə görüşmək istəyir. 2-ci şəkil. Fəvvarənin yanında gecə. Pellias və Melizianda qaranlıq fəvvarənin yanında görüşürlər. Onlar nəhayət sevgi hisslərini açıq etiraf edirlər. Melizianda qaçarkən Qolu onu da yaralayır, lakin ağır yaralamır. Melizianda qorxu içindədir. Qolu öz aldığı qısqanclıq səhnəsindən sonra sarsılır. 5-ci pərdə. Melizianda doğuşdan sonra zəifləmiş vəziyyətdə yataqdadır. O, qız uşağı dünyaya gətirib. Arkel və digərləri onu ətrafında dayanırlar. Qolo peşmançılıq içindədir və Meliziandadan doğruyu soruşur. O, xəyanət edib etmədiyini bilmək istəyir. Melizianda sakitcə cavab verir ki, heç vaxt xəyanət etməyib. O, sakitlik və təmizlik içində çox mülayim şəkildə dünyasını dəyişir. Opera Arkelin məşhur sözləri ilə bitir. Bu hələ başlanğıcdır. Bu uşaq üçün çox işıq lazımdır.